Xaricə köçən Azərbaycanlılar iki kateqoriyaya bölünürlər. Birinci kateqoriya xaricdə nəyəsə nail olanlar, hansısa nəticə əldə edənlər və yaxud əziyyət çəkənlər, amma çox çalışanlar ki, ailəsini dolandırsınlar. Hansısa zirvəyə çatsınlar, arzularına çatsınlar, öz evladlarına savad versinlər, həyatını biraz düzəltsinlər və yaxud çalışsınlar, heç olmasa xoşbaxt yaşasınlar. Və ikinci kateqoriya var, göçənlər və Azərbaycanı pisləyənlər. Göçən kimi nə eləyirlər, heç nə bunların əlindən gəlmir və sonra başlayırlar Azərbaycanı pisləmək. Televiziya Azərbaycanda pis, hakimiyyət pis, yollar pis, o pis, bu pis və Azərbaycanda negativ bir şey olan kimi sanki bunlarda bayramdır. Sular Bakıda doludur, bunlarda bayramdır. Nəysə Qarabağda oldu, bunlarda bayramdır. Ruslar girdi Qarabağa, bunlarda bayramdır. Ermənilər çıxdılar, bunlarda mətamdır. Mən başa düşə bilmirəm. Yaxşı, Azərbaycanı sevmirsiniz, incimişsiniz, nifrət eləyirsiniz. Bəs niyə siz başqa yol tapa bilmirsiniz ki, nəyəsə xaricdə nail olmağa, pisləməkdən başqa? Elə eləyin ki, sizinlə Azərbaycan fəxr eləsin. Və yaxud öz adınızı pozun Azərbaycanlıların siyahından, deyin ki, artıq Azərbaycanlı deyilik, nifrət eləyirsiniz, utanırsınız. Sadəcə bu. Mən başa düşə bilmirəm. Vətəndaş, keçmiş vətəndaş və yaxud xalqın nümayəndəsi Azərbaycanda negativ bir şey, qlobal bir şey olanda, orada oturub bayram çalanda, bu insan özünü necə patriot saya bilər? Ben bunu başa düşə bilirəm. Bildim, hakimiyyətdən narazıdırlar, incidiblər bunları. Nəsə alınmayıb. Çimadanla 100 min dollarları atmayıblar qabağına. Vəzifə almayıblar. İndi gediblər oradan pisləyirlər, xal toplayırlar, danat toplayırlar, kimsə onları grev edir. Amma Azərbaycanda qlobal bir şey olanda, sadə insanlar əziyyət çəkəndə, bunlarda bayram olanda, bu insanlar özlərini necə Azərbaycanlı adlandıra bilərlər. Bunların ürəkləri ağramır. Bunlar fikirləşmirlər. Bunlar düşünmürlər Azərbaycanı. Sakin nəsə pislik olanda bizim ölkəmizdə, bunlar elə bil ki, onu gözləyirlər. Günlər heç nə demirlər. Birdən pislik olan kimi bir zaman 5-10 dəqiqə ərzində hamısı aktivləşir. Elə bil ki, toplantı yığırlar xaricdə, haradasa bilmirəm, Almaniyada, Avropanın başqa bir ölkəsində danışırlar, bom! Hamı eyni mövzudan danışır. İnanırsınız, mən köçsəydim xaricə, Azərbaycandan, mənim ürəyim ağrıyardı. Azərbaycanda nəysə bir bina dağılsa, bilmirəm, su bassa şəhəri, orada kimisə həyatı düzəlməsə və yaxud kimisə incitsələr, mənim ürəyim ağrıyardı. Mən çalışardım, nəsə kömək eləyim. Çalışardım ki, gəlim, gedim, nəsə eləyim. Heç vaxt mən belə təbəssümlə, nifrətlə bunu işıqlandırmazdım. Bilirsiniz niyə? Çünki mən işıqlatdırdığım pislik, bu mənim də pisliyimdir. Çünki mən də vaxtınca həmin cəmiyyətin, həmin ölkəsin bir tərkibi olmuşam, bir hissəsi olmuşam. Sən necə xoşbaxt ola bilərsən ki, sənin vətən bir olur insanda. Əziyyət çəkir və sən ona keyf edirsən. Sən bir yaxşılıq elədi vətən üçün, biraz yaxşı olsun. Bax, bu insanlar doğrudan da demirəm ruhi xəstədirlər, amma bunlarda bir kompleks var. Onların heç kimə ehtiyacı olmamaq kompleksi və özlərini göstərmək üçün öz vətənini pisləyirlər. Dünyanın hansı ölkəsində soruşun, öz vətənini, öz xalqını, öz doğma torpağını pisləyən insan vətənpərvər adlana bilər, insan adlana bilər, vətən oğlu adlana bilər. Var olun, hamıya xoşbaxtlıq.